30-31 iyul tarixində Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı və narıncı xəbərdarlıq eyni zamanda bəzi bölgələrə də aiddir. Bakıda temperatur enəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Avqustun 1-də mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu şimal-qərb küləyinin üstünlüyü fonunda temperaturun bir qədər aşağı enərək günorta saatlarında 30-33 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Bəzi dağlıq ərazilərdə isə yağıntı gözlənilir. Lakin bəzi dağlıq və dağıtay rayonlarında arabir yağış yağacaq. Ayrı-ayrı ilə də yağışın qısa müddətə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarına isə qısa müddətli sel keçəcəyi ehtimalı var. Naxçıvan Muxtar Respublikasında narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək. Avqustun 1-də isə havanın temperaturu Aran rayonlarında 35-39, dağlıq ərazilərdə 23-28 dərəcə olacaq. Şəbnəm Qurbansoy, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.